Əziz izləyicilər, bu günlərim deməli Ramanı Gülçülükdə 2 mərtəbəli həyət evi satışa çıxarılıb. Deməli həyət evimizin həyəti deməli çox gözəl. Evin görünüşü budur. Evin görünüşü budur. Deməli həyəti budur. Qarşısına qəşəng belə bir tikili də var, əl yumağı. Burada hər şey var, sanitar qovşağı, hamam, hər şey var. Deməli, evimiz 2 mərtəbədən ibarətdir. Şəxsi tikilmiş evdir. Yəni, çox səliqəli tikilib. Burada deməli, gördüyünüz kimi girəndə qonaq otağı, bir dənə qonaq otağı var. Sonra bir dənə mətbəximiz var. Bax belə. Və sonra isə burada ikinci bir otağımız da var. Bax belə. Görürsünüzmü? Çox. Sonra bir dənə də belə bir həmçinin otaq var. İkinci bir otaq. Və bir dənə də belə bir otağımız var. Deməli evimiz deməli 2 spalni, 3 spalni, bir dənə də qonaq otağı. Deməli 4 otaqdır. 4 otaq deməli aşağıdadır. Burada kombi üçün nəzərdə tutulur. Bax belə bir şey var pəncərənin altında. İstəsə bunu alan adam da qapısını dəyişdirə bilər. Və ikinci mərtəbədə, birinci mərtəbəni göstərdim. İkinci mərtəbəmizdə bax beləcə qəşəng betondan tökülmüş. Monolitdən qəşəng layihəli şəkildə bax belə hazırlanmış. Hal-hazırda sərgər şəkildə hazır. İkinci mərtəbədə deməli həmçinin göstərdiyim kimi birinci mərtəbəyə aid olduğu kimi belə bir otaqlar var. Yəni ikinci mərtəbə tam hazır deyil. Deməli burada da deməli görürsünüz ki, bir dənə qonaq otağıdır, yəni zaldır. Və ikinci bir dənə də burada ikinci otaq da budur. Gördüyünüz kimi o da böyükdür və ikinci bir otaq da budur. Deməli bir dənə də otağımız var. Gördüyünüz kimi bu da ki bizim bir dənə də otağımız var burada. Deməli burada hamısı alçıpan vurulub, qara sıvağı vurulub. Və burada bir dənə də otaq var, addelnidir. Deməli 1, 2, 3, 4 otaq, bir dənə də qonaq otağı. 5 otaq hal-hazırda ikinci mərtəbəmizə aiddir və burada ikinci mərtəbə tam təmirli deyil. Yəni bura bir balaca xərc lazımdır ki, təmir olunsun. Çox səliqəli şəkildədir. Tikilişi evin şəxsi ev kimi tikilib və bu da bizim həyətimizdir. Evin həyətidir. Evin həyətidir. Gözəl şəkildədir. Bax beləcə. Yola da yaxındır, marşrutun da yanıdır. Məktəbə də çox yaxındır. Oldu, təşəkkür edirəm.